Odun yanınca kül olur, insan yanınca qul olur. Mövlana bildirmişdi bunu. Burada insanın yanıb qul olması Allah məqamında yanması, qul olması nəzərdə tutulur. Burada qul olmaq, yəni təslimiyyət halı deməkdir. Təslimiyyət halını biz canlılarda daha çox görürük, heyvanlarda, quşlarda. Onlar üçün keçmiş yoxdur, keçmişdən peşmançılıq hissi yoxdur, sıxıntı yoxdur, depressiya yoxdur. Onlar üçün sabah da yoxdur. Görsən sabah nə olacaq? Görsən yemək tapacağam sabah? Onlar üçün indi vardır. Varsa var, yoxdursa yoxdur. Tam təslim halındadılar. İnsan da təslimiyyət halı o deməkdir ki, başına gələn bütün hadisələrdə qəbul edir onları və bunlarda özünün dərs çıxarmalı hissələrini görür. Bütün başına gələn hadisə, qabağına çıxan insanlarda onun özünə aid olan alınacaq dərslər olduğunu anlayır və təslimiyyətə keçir. Özünü tanıyır, özünü dərk edir, özünü idrak edir. Burada Əli Rəssamda gözəl bir sözü vardır. Özünü tanıyan Rəbbini tanıyar. Təslimiyyət halı özünü tanıma halıdır. Elə ki özünü tanıdın, artıq sən orada Rəbbini də çox gözəl tanımış olursan. Artıq sənin üçün orada həyatı yaşamaq da rahat olur. Artıq sən orada həyatın mənasını da daha da gözəl anlamış olursan. Ona görə də odun yanınca kül olur.